Filmimizin rengarenk olması için çıxışlar arası isterdik ki, hem böyle söze söz verək, sözün özünə. İndi mən xahiş edəcəm Aysel Səfərlinin şair, prezident təqaüdçüsü, şair, publisist Aysel Səfərlinin şeirini dinləyək. Qollarında var çəkən gözlərim, qucağındır səcdə yeri, ant yeri. Həsrətimi yorğun düşən şəhərin yanağında biri var ki, o sənsən. Dan yerinin saçlarını saraqdan, qayıdış yox, qürub adlı bir yoldan. Ürəyimi götürdüyüm mağazada, gecikdiyim bir qatar ki, o sənsən. Bahar qollarımda, payız saçımda, şəkli baxışların kipri ucunda, şirin görüşlərin titrək ovcunda bir xatirə yeri var ki, o sənsən. Ulduzların gecə rəngli gözündə, vücudumun hər sətirlik izində, bir şehrin gözə dönmüş sözündə misraları darıxar ki, o sənsən. Nəfəsinə qurban kəsdim zamanı, kitap sözə dönən insanın bu dünyada sevgi adlı ünvanın qaradan bilsin adamlar ki, o sənsən, o sənsən. Teşekkür edirəm, çox sağ olun. Təbrik edirəm Xaziə xanım. Burada doğma simalarla, gözəl insanlarla bizi bir daha görüşdürdünüz. Kitab təqdimatları əslində belə götürəndə çox təqdirə layiq bir hadisədir. Kitab təkcə deyək ki, sözlərin kağız üzərində toplusu deyil. Həm də müəlliflərin düşüncələrinin, dünya görüşlərinin təcəssümüdür. O baxımdan könül istərdi ki, burada oxucular da olsun. Təbii ki, ilk dəvət mən olduğuna görə mən belə başa düşdüm ki, ancaq yazıcılar və söz sənət adamları dəvət olunub. Ona görə çox da oxucu sayıdan zəngin deyil və bu adətən oxucu olanda daha rəngarəng olur. Kitab təqdimatları daha canlı olur, daha uğurlu olur. Birbaşa müəlliflərlə ünsiyyət olur, oxucunun ünsiyyəti olur, sual-cavab olur və bu da həm kitaba sevginin marağı artırır, həm də bizim özümüzün də deyək ki, yaradıcı adamların da kütləşməsi üçün, yenidən öz yaradıcılığına bir sərf nəzər eləməsi üçün bir stimul var. Bu baxımdan kitab təqdimatları həm oxucularla, həm də eləcə müəlliflərlə bir-birinin arasında çox gözəl ünsiyyətdir və çox gözəl körpüdür. Mən təbrik edirəm, əslində çox danışmaq olar, amma buradakı adamları, müəllifləri və sənət adamlarını, söz adamlarını nəzərə alıb, ancaq təbriklə yekunlaşdırılan minnətdaram, dəvət üçün var olun. Davamı gəlsin, çox böyük iş görmüşsünüz, təqdirə layiqdir, bəyənsiniz, var olun. Biraz mənimlə tez gəlmişdi, mən onun haqqında bir yazı yazırdım. Yazıram, daha doğrusu yazmışam. İstəyirəm ki, oradan fikrimi bildirim. Antologiya çox çətin işliydi, onu tərtib eləmək. Belə bir çətin işin altına girib Xalidə xanım böyük bir qəhrəmanımızdır. Çünki antologiya bilirik, bir çələng halında toplanan ən seçimlər, ən gözəlləri, gözəlin və gözəlini seçib o buket halında ortaya qoymaqdır. Və demək olar ki, antologiyalar həm yaddaş boğçamızda, həm də ki, demək olar ki,
gələcək nəslə müəyyən bir dövrü ötürülməsində ən əyali demək vasitələrdən biridir. Mənə görə onkologiyanın Ayda xanım kimi həm redaktorluq etdiyi, həm tədqiqatçı onkologiya bir neçə bölümdən çox əhəmiyyətlidir. Çünki onkologiyaların tərtib olunmasının çox enerji məqamları var. Onlardan birincisi onkologiyanı belə qoyulan adam həm tarixini gözləsin, həm də bilsin, həm mövzunu tarixləşdirsin. Ən birinci seçimdə meyarın Təbrik edirəm. Mən onkologiyanın varaqliyətdə gördüm ki, o birinci şərtdən fayda xanım o qədər ciddi şəkildə əməl edir seçim və meyar məsələsinə. Çünki bu ən gözəllərini seçib toplayıbdır. Digər bir tərəfdən onkologiyalar aydındır ki, mövzu etibarilə də konkret olur. Məsələn, tutaq ki, 19-cu əsrin Azərbaycan poeziyası deyəndə biz oxucu bilir ki, bu onkologiyada nəyi izləmiş olacaqdır və yaxud da mövzu da çox konkret olur. Tutaq ki, vətən müharibəsinə yazılan şeirlərdən təşkil olunan onkologiya yenə oxucu istiqamətlənir ki, bu onkologiyada nə hansı mövzuda seçilmiş şeirlərdir və Fayda xanım bu baxımdan çox gözəl bir şəkildə buna əməl edir ki, mən onu təbrik edirəm, həm alqışlayıram. Digər bir tərəfdən antologiyada bayaq da şeiri səsləndi. Məsələn, elə insanlar var ki, gənc qələmlərdə, hələ ilk şeiri orada çap olunubdur. Bu, onun üçün böyük bir çıxış nöqtəsidir. Ədəbiyyat aləminə tanışlıqdır. Bugün əslində biz Fayda xanımın antologiyasının təqdimatına yarışmışıq. Amma antologiyada Fayda xanımda həm də o gənc qələmlər də təqdim edir bizə. Yəni, bu baxımdan demək olar ki, Fayda xanım antologiyanı təşkil edərkən tələb olunan bütün qaydalara əməl edilmişdir. Digər bir tərəfdən də Fayda xanımın yaradıcılığını da mən çox sevirəm və izləyirəm. Bir neçə məqalə yazmışam, amma inanın ki, hələ 4-5 il nə elə kompüterimdə var yazıram. Çünki istəsən də istəməsən də bu xanımın poeziyasını oxuyanda elə özü deyir ki, yazmalısan. Elə bir hökm edir ki, yaz, bunu da yaz, bunu da yaz. Çünki vətənə bağlı, ailəyə bağlı, dəyərlərə bağlı. Yəni, hər şey var bu qadının poeziyasında və Fayda xanımın da onkologiyasında o yaradıcılığından izlədiyi o xeyirxah insan missiyasını, yaxşı insan missiyasını, fədakar insan missiyasını demək olar ki, izləyirik. Ona görə mən Fayda xanımı ürəkdən təbrik edirəm. Həmçinin onkologiyada şeirləri, yazıları çap olunan bütün xanımları bəyəlir. Xeyirli olsun. Hərbi iştirakını salamlayıram. Fayda xanım, mən sizi təbrik edirəm. Bu günkü tədbiri mən həm də dərginin ilk 10 sayının hesabatı adlandırardım. Jurnalın dərginin təsis olunduğu gündən mən demək olar ki, jurnalın çapında iştirak edirəm və redaksiya heyətinin üzvü kimi əlimdən gələn kömək edirəm. Fayda xanım sözün rəsmi mənasında İstanbul xanımlıqla yanaşı həm də zəhmətkeş bir xanımdır. Jurnal təsis olunandan narahatçılıq getirirdi ki, görəsən jurnal necə olacaq, necə arayası gələcək və necə arzulamışdıqsa, Allah'a şükür elə də oldu. Olurlar, yenə də olurlar. Əminəm ki, biz növbəti dəfə yığışanda kitabın ikinci cildini yığışacaq. Sizə ancaq mən arzu edirəm. Təbrik edirəm.